Əgər evli bir kişi başqa bir qadını sevirsə, hisslər bəsləyirsə, bilməlisiniz ki, bu sadəcə keçici bir həvəsdir. Əgər evli bir qadın başqa bir kişini sevirsə, hisslər bəsləyirsə, o qadının evliliyi artıq bitib deməkdir. Yəni həyat yoldaşı ilə arasındakı olan emosional bağ qırılıb deməkdir. Kişilərdə belə hallar çox vaxt keçici bir həvəs olur. Kişi bəzən təsirlənə bilir, bir müddət maraqlanır, amma sonra yenə evinə dönür. Çünki kişinin bağlandığı əsas yer onun ailəsidir. Onu saxlayan məsuliyyət, övlad sevgisi və ailə dayağıdır. Amma qadınlarda məsələ biraz fərqli olur. Qadın ürəyi ilə sevir sevəndə. Əgər qadın başqasına qarşı hisslər bəsləyirsə, bu artıq sadəcə ötəri bir maraq deyil. Bu deməkdir ki, həmin evlilik emosional olaraq çoxdan bitib. Yəni qadın qəlbində ərinə bağlı deyil,